Salam, bu gün sizlərə qəbul imtahanına düşə biləcək tipdə seçmə suallara baxacağıq. Hansı ki, vegetativ orqanlar bölməsindəndir. Suallarımız bizə əsas kök və yan kök haqqında elə Venn diaqramı verir. Uyğunluğu müəyyən etməyimizi istəyir. 2. Müasir bitki şöbəsində rast gəlinir deyirsə, 2 müasir bitki şöbəsi dedikdə biz çılpaq toxumlularla örtül toxumluları nəzərdə tuturuq. Əsas kök yalnız onsuz bunlarda var. Ona görə birinci ifadə aid olur əsas kökə. Ali bitkilərin bir şöbəsində rast gəlinmir. Ali bitkilər dedikdə biz əsasən yosunlar ibtidaidir. Mamır, qıcı, çılpaq toxumlu, bir də götürməliyik biz örtül toxumlu. 4 dənə şöbə var. Yan kökə demək olar ki, qıcılardan bu yana, qıcı kimilərdə, sonra çılpaq toxumlularda və örtül toxumlarda 3 şöbədə rast gəlirik, amma birində mamırlarda rast gəlmirik. Ona görə 2-ni bura aid eləyirəm. Təkamülcə ən qədim generativ orqandan inkişaf edir. Ümumiyyətlə generativ orqanlarımız toxum, çiçək, meyvədir. Ən qədimi toxumdur. Yəni generativ orqanlardan ən birinci yaranan toxumdur. Toxumdan inkişaf eləyən, yəni generativ orqandan inkişaf eləyən kök əsas kökdür. Ona görə 3 bura gedir. Deyir 3 müasir bitki qrupunda rast gəlinir. 3 müasir bitki qrupu dedikdə bayaqları qeyd elədim. Mamırlardan başqa çılpaq toxumludur, qıcıdır, örtül toxumludur, yan kökə rast gəlinir. Ona görə 4 bura gedir. Kök yumrusunun əmələ gəlməsində yan köklər iştirak eləyir. Sonra kök üsküyü var. Bütün kök növlərinin ucunda kök üsküyü var deyə 6 ortaya gedir və cavab A variantı. Gələk 19-a. Deyir 30 illik çiçəkli bitkinin gövdəsində neçə illik halqa saymaq olar? Əsasən neçə yaşı varsa, illik halqa da elə yaşına uyğundursa, 40 illik çiçəkli bitkinin neçə kombiqatı var? Bu əsasən MİQ imtahanına da düşüb, qəbula da düşüb. Ağacın neçə yaşı olur olsun, həmişə kombiqatı bir ədəd olur. 21. Yarpaq damarlarında hansı hüceyrələrə rast gəlinir? Yarpaq damarlarında biz bilirik ki, İçərisində yarpaq lifləri var, bir də yarpaq borucuqları var. Ona görə biz burada götürəcəyik mexaniki liflər. Sonra yarpaq borucuqları. Başqa bir də nə götürəcəyik buradan? Ələyə bənzər borular da burada yerləşir. Sütunvari, süngərvari toxuma, dəricik burada yerləşmir. Ona görə 1, 2, 3 C variantı. 22. Deyir 20 illik çiçəkli bitkinin mövsimi halqalarının sayı nə qədərdir? Biz bilirik ki, bir ildə 4 fəslimiz var. İllik halqa əsasən deyirik ki, yazda, yayda var. Payızda zəif inkişaf edir, qışda olmur. Bir ildə 3 dəfə mövsümi halqa olduğunu nəzərə alsaq, 20 illikdə 60 dənə mövsümi halqa olar. Sonra meyvə kökün yuxarı hissəsindən bilavasitə başlanğıc götürür. Meyvə kök biz bilirik ki, deməli, gövdə əsas kökün şəkil dəyişməsidir. Bir də gövdənin aşağı hissəsinin şəkil dəyişməsidir. İndi deyir, yuxarı hissəsindən çıxırsa, biz bilirik ki, meyvə kökün aşağı hissəsi kök şəkil dəyişməsidir. Yuxarı hissəsi gövdə şəkil dəyişməsidir. Yuxarı hissədən kök çıxırsa, buradan çıxan kök bilavasitə olacaqdır əlavə kök. Çünki gövdənin şəkil dəyişməsidir axı. Ona görə də olacaq cavab 5, yalnız 5. A variantı. Meyvə kökün ortasından çıxan kök deyirsə, artıq burada ucu olsun, ortası olsun. Buradan da yan kök götürüləcək. Çünki kök üstündən çıxır, o da yalnız 4. Kök yumrularından nə başlanğıc götürür? Kök yumrusu kök şəkil dəyişməsidir. Kökün üstündən çıxan kök deyəndə biz yan kök götürəcəyik, o da Y variantı olur. Sonra gələk 29-a. Deyir, yarpaq ayasında hansı toxumalara rast gəlinir? Yarpaq ayasında deyir. Yarpaq ayasında deməli, biz görə bilərik hansı toxumanı. Məsələn, örtük toxumasını görərəm, dəricik. Sonra əsas toxumanı görərəm. Deyirik ki, alt və üst dəricik var yarpağın ayasında. Sonra onun altında uzun, sütunvari toxuma, ondan əlavə altında belə-belə
olacaq sütunvariden sonra süngərvari. Sonra burada yarpaq boruları var. Hansı ki yarpaq borularının içərisində də mexaniki toxumağını da görərəm, ötürücü toxumağını da görərəm. Yarpaqda törədici toxuma, ifrazat toxuması olmur. Törədici toxuma yeganə var qıcının yarpağında, ifrazat toxuması da var şeh çiçəyinin yarpağında. Deməli 1, 2, 3, 4 cavab A variantı. Sonra gələk 30-a. Deyir 3 buğda, 2 inci çiçəyi, 5 palıd, 6 üzüm yarpağında neçə ana damar olar? 2 dənə buğda bitkisində biz ana damar görməyəcəyik. Çünki bunlar da paraleldir. İnci çiçəyində də görməyəcəyik biz. Çünki bunlarda ana damar olmur. Qövsvari və torva hansı ki paraleldə. Amma 5 dənə palıdın yarpağında 5 dənə ana damar, 6 dənə üzümün yarpağında 6 dənə ana damar. Cəmi 11 dənə 30-da cavab olacaq A variantı. Deməli, yalnız ana damar torvarilərdə olur. Digərlərində qövsvari və paraleldə olmur. Yarpaq lətində hansı toxuma və ya hüceyrələrə rast gəlinir? Ümumiyyətlə, yarpaq ləti dedikdə yarpağın alt və üst dəricikdən və yarpaq liflərindən necə deyərlər, məhrum olmuş hissəsi. Yəni, əsas toxumanın görmək olar. Hansız ki, bu sütunvari assimilyasiya, yəni üzvü maddə yaradan, bir də süngərvari assimilyasiya. Yəni, 1, 2 və 5-ə cavab olacaq 31-də Y variantı rast gəlinər. Sonra, bura baxaq 34-də. Tam qəbul tipinə uyğun ifadə seçmək. Deyir, Eylervin diaqramına uyğun olan bəndi müəyyən edin. Əsas kök və yan kök üçündür, deyir. İndi baxaq bura. Deyir, kök yumruları əmələ gəlməsində iştirak edir. Kök yumrularının əmələ gəlməsində iştirak edirsə, bu yan kökdür. İlk dəfə Paleozoik erasının Silur dövründə əmələ gəlibdir. Deməli, bu əsas kök üçünmü uyğundur, yoxsa yan kök üçünmü də uyğundur? Əsas kök əsasən ilk dəfə yaranıbdır çılpaq toxumlu bitkilərdə Devonda. Deməli, Silurda yarananı deyirsə, bu əsas kökə aid olmayacaqdır. Bu ikinci ifadə gedəcək yenə yan kökə. Paleozoik erasının Silur dövründə əmələ gələn ali sporlu bitkinin sinifində yalnız gövdə və yarpaqdan əmələ gələn kök növündən inkişaf edir. Hansı ki, 3-ü də yenə buna aid eləyəcək. Yenə eynən. Zaten 2-yi bilməsəz, 2-ni izah eləyir. Ona görə bunu da bura götürəcəyik. Sonra gəlir 4-cü ən cavan bitki şöbəsinin qrupunda həm əsas, həm də əlavə köklərdən inkişaf edə bilər. Ən cavan bitki şöbəmiz örtül toxumludur, ən sonuncu yaranan. Onda həm əlavə kökdən, həm də əsas kökdən. Ümumiyyətlə, kök növünün üstündən, hətta öz növünün üstündən də çıxa bilirsə, bu yandı. 1, 2, 3, 4-ün hamısı yana getdi. Deyir, çiçəkli bitkilərin ontogenezi zamanı ən əvvəl əmələ gələn kök növüdür. Çiçəkli bitkinin ontogenezi zamanı ən əvvəl gələn budursa, deməli bu toxumla əkilir. Toxumla çıxan kökdürsə əsas kökdür. 5-i əlavə eləyirəm əsas kökə. Deyir, təkamülcə ən qədim kök növüdür. Bu ikisini müqayisə eləyəndə əsas kökdən əvvəl yaranıb yan kök qıcı kimilərdə, amma əlavə kök yaranıb çılpaq toxumlarda. Bizə deyir, təkamülcə ən qədim kök növüdür. Yox. Təkamülcə ən qədim kök növüdür. Yox. İkisi üçündə əlavə edək. Bura 6 gələcəkdir. İkisinə də uyğundur. Buna uyğun cavabımız Y-də ilə 4-ü Y-ə gələn elə A variantıdır. Cavab gedir A. Gələk 37-yə. Deyir, Eylervendi əsas kökdür, bir də yarpaqdır. Gəlin bunun haqqında danışaq. Deyir, ilk dəfə Paleozoik erasının Ordovik dövründə əmələ gəlib. Ordovikdə mamur və psilofitlərdə yarpaq və gövdə əmələ gəlib. Ona görə birinci ifadəmiz olacaqdır yarpağa. Deyir, yaşıl quş mamırının cinsiyyətli nəslində rast gəlinir. Yaşıl quş mamırının cinsiyyətli nəsli dedikdə mamırın özü nəzərdə tutulur, yetkin bitkisinin və bu zamanda
yarpaq və gövdə var. Ona görə 2 də bura aid edilir. Növbəti deyir ki, qıcının cinsiyyətli nəslində rast gəlinmir. Qıcının cinsiyyətli nəsli deyəndə yetkin fərdidir. Bunda yarpaq olur, amma əsas kök olmur. Ona görə 3-ü bura aid edirəm. Təkamüldə ilk dəfə 2 generativ orqana malik olan bitkilərdə əmələ gəlib. 2 generativ orqana malik olan bitki dedikdə, bu çılpaq toxumludur. Bir dənə burada səhv dedim. Qıcının cinsiyyətli nəsrində rast gəlinmir. Qıcının cinsiyyətli nəsri ürək şəklində olan protaldır. Onda nə tallomdan ibarətdir. Nə yarpaq var, nə əsas kök var. 3 ortaya gedir. Təkamüldə ilk dəfə 2 generativ orqana malik olan deyəndə burada qoza ilə toxumu olanı nəzərdə tutur. Bu da çılpaq toxumludur. İlk dəfə də əsas kök çılpaq toxumlarda yaranıb 4. 37-də buna uyğun olan cavab olacaq A. Deyir 38-də 2 illik çiçəkli bitkilərin ontogenezi zamanı bir dəfə çıxan orqan ilk dəfə hansı erada əmələ gəlmişdir? Çiçəkli bitkilərdən belə deyək, birinci ilisi vegetativ orqanlar, kök, gövdə, yarpaq. İkinci ilisi isə toxum, çiçək, meyvə əmələ gəlib. Ən belə deyək də ilk dəfə ortaya çıxan ən yaşlı generativ orqan toxumdur. Toxum isə paleozoy erasında yaranıb. Əgər ən cavan generativ orqan desəydi, meyvə və çiçəkdir, o da mezozoy erası götürərdik. Gələk 41-ə. 41-də bizə nə deyir? Deyir ki, 1, 2, 3 rəqəmləri ilə tumurcuğun hansı hissələri göstərmişdir? Bu bir hissəsi ilə göstərilən olacaqdır gövdə. Çünki bu hissədən necə deyərlər, birləşir axı tumurcuğa. Sonra 2 olacaqdır, bu gördüyünüz belə pulcuq-pulcuq. Yarpaq başlanğıcı. 3 isə 3 ilə göstərilmiş hissədə buradır. O da pulcuqdur. Yəni pulcuqları göstərir. Buna uyğun da cavab, daha doğrusu bir dəqiqə 3-ün yerini. Deməli, 1 oldu gövdə. Ona görə A, B, C, D, Y də çıxdı. Bircə dənə 1-ə gövdə olan var. 2 olacaqdır yarpaq başlanğıcı. Sonra 3 də bu hissədə təpə tumurcuğudur. Gövdə budursa, burada yerləşirsə gövdənin başında təpə tumurcuğu, bunlarsa yarpaq başlanğıcları. Cavab C. 42. Deyir 1, 2, 3 rəqəmləri ilə tumurcuğun hansı hissələri göstərilmişdir? 3 rəqəmi hər ikisində eynidir. Bayaqki kimi gövdədir. 3-ə gövdə olan harada verilib? A-da var. Elə bir dənə A-da var gövdə olan. 1 olacaqdır təpə tumurcuğu bayaqki şəkildəki kimi. 2 də olacaq bu hissə çiçək başlanğıcı. Cavab elə A-dır 42-də. Keçək 47-yə. Deyir ki, illik həlqələr nələr arasında yerləşir? İllik halqalar yerləşəcəkdir özəklə kambi qatının arasında, yəni necə deyirlər, oduncaq qatında. Buna da cavab payızda əmələ gələn kiçik hüceyrələr və yazda əmələ gələn uzun hüceyrələr arasında, ölü dərici hüceyrələr və kambi qatında. Ümumən fəsilləri düzsək, payızda biz bilirik ki, mövsümi həlqələrlə əlaqəli. Payızda kiçik hüceyrələr əmələ gəlir. Çünki qida maddələri azdır. Yazda isə əmələ gələn hüceyrələr biraz uzun olur. Hansı ki, yayda da bolluq olduğuna görə yaydakı halqalar daha çox bilinəcək. Ona görə ölü dərici hüceyrələr arasında, kambi qatı arasında deyilən bir şey yoxdur. Bu səhvdir. Yazda əmələ gələn kiçik hüceyrələr və yayda əmələ gələn uzun hüceyrələr. Yayda da quraqlıq olur, o qədər uzun hüceyrələr olmur. Ona görə bu səhvdir. Yazda daha uzun hüceyrələr olur. Bir də payızda da ən qısa hüceyrələr olur. Ona görə də A variantı daha uyğun gələr. 48 deyir, nə üçün yaşıl quş mamırının vegetativ orqanlarında allel genlər cütünə malik deyil? Nəyə görə malik deyil? Çünki o spordan əmələ gəlir. Özü də mitoz yolla əmələ gələn spordan və burada 48-ə uyğun cavabımız olacaq nə? Meyoz yolla əmələ gələn spordan inkişaf etmiş gametofit nəsli olduğuna görə.
Sonra hansılar allel genlər cütünə malik deyil? Allel gen cütü olması üçün 2 n olmalıdır. Malik deyil dediyinə görə n olmalıdır. Erkək qıjının yetkin bitkisində olan kökü, gövdəsi, sonra nə bilim çılpaq toxumlu olsun, örtülü toxumlu olsun. Bunların hər biri mayalanmadan əmələ gəldiyinə görə 2 n'dir. Amma quş mamırının qutucuğundan başqa hər bir şey n'dir. Rast gəlinməz dediyinə görə 3-4 cavab olacaq C. Bu oldu bizim vegetativ orqanlardan seçmə qəbula düşə biləcək test nümunələrindən.